Salam. Bugün sizinlə alkanlar bölməsinə aid ətraflı yazılı cavab tələb olunan tapşırıqları işləyəcəyik. Birinci sualda deyir ki, alkan molekulunda sp3s rabitələrinin sayı 10-a bərabərdir. Biz bilirik ki, sp3s rabitənin sayı hidrogen qədər olur. Yəni karbon və hidrogen arasında yaranmış rabitədir bu. Əgər 10 dənə sp3s rabitəsi varsa, demək bu alkanda 10 hidrogen var. 10 hidrogeni olan da bilirik ki, butandır. Alkan molekulunda hibrid, bir də rabitə əmələ gətirən bütün orbitallar. Əvvəlcə hibrid orbitalı tapaq. Hibrid orbital 4n düsturu iləndir. Hər karbon sp3 hibrid vəziyyətində olduğuna görə karbon sayını 4-ə vururduq. Bu da eləyir 16. Yəni 4 vur 4. Birinci cavabımız 16-dır. İkincidə deyir ki, bütün orbitallar. Bütün orbitallar hibrid və qeyri-hibrid deməkdir. 16 dənə hibrid orbitalımız var. Hidrogenlər isə s orbitallardır, yəni qeyri-hibrid sayılır. 10 dənə də qeyri-hibrid var. Ona görə də cəmi 26 ümumi orbitallar var. Yəni birincidə 16 götürəcəyik, ikincidə 26. İndi keçirik ikinci suala. Alkanın 4,4 qramının yanmasından 6,72 litr karbon qazı alınır. Ümumiyyətlə, yanma təniklərində karbon qazı ilə suyu soruşursa və yaxud da onunla işləmək tələb olunursa, ümumi bütün tənliyi yazmağa ehtiyac yoxdur. Yalnız ümumi formulu yazırıq və ondan alınan karbon qazını yazırıq. Biz bilirik ki, 1 mol alkandan karbonun sayı qədər karbon qazı alınır. 4,4 qram alkandan 6,72 litr karbon qazı alınmışdır. Qram olduğuna görə emirini yazırıq. Litr olduğuna görə 22,4 vuraq n. Demək, bu hər tərəfə 10'a vursaq, yəni bu vergülləri bu 44 və 67 onda 2 ixtisar gedir. Bura 3. 44 n bərabərdir 42 n plus 6'ya. 2 n bərabərdir 6'ya, n bərabər 3'ə. Bu oldu propan. Demək, bizdən soruşur ki, qeyri-hibrid orbital sayı. Alkanlarda qeyri-hibrid hidrogenlərdir. S orbitallardır. Yəni, birinci cavabımız 8'dir. Çünki 8 hidrogeni var. Və alınan deyir, aqreqat halını müəyyən. Alınan maddənin aqreqat halı. Biz də bilirik ki, karbon sayı 1-dən 4 də daxil olmaqla qaz halındadır. Ona görə də birinci cavabımız 8'dir. İkinci cavabımız isə qaz halında olmağıdır. Növbəti üçüncü suala baxırıq. Yenə 8,8 qram propanın yanma tənliyinə aiddir burada da. Tam yanmasına sərf olunan oksigenin mol miqdarı. Biz bilirik ki, alkanlarda oksigenin molu 3n plus 1 bölü 2 düsturu ilə tapılır. Propanda da 3 karbon olduğuna görə n'in yerinə 3 qoyuruq. 3 vur 3 plus 1 bölü 2 edir 5. Yəni 1 mol propana sərf olunur 5 mol oksigen. Amma bizdə 1 mol propan yoxdur. Propan 8,8 qramdır. Propanın kütləsi 44 olduğuna görə emeri 8,8 qram 0,2 mol deməkdir. Əgər 1 mola 5 mol sərf olunursa, 0,2 mola da demək 1 mol sərf olunacaq. Yəni oksigen. 1 mol oksigen sərf olunur. İndi nə soruşur bizdən? Bizə deyir ki, sərf olunan oksigen molunu biz tapdıq. 1 moldur. Üçüncüdə birinci cavabımız 1'dir. Və bu zaman neçə qram karbon qazı əmələ gəlir? Biz bilirik ki, alkanlarda 1 mol istənilən alkandan karbonun sayı qədər karbon qazı alınır. Bizdə də 1 mol propan yoxdur. 8,8 qram, yəni 0,2 mol var. Bu əmələ gətirəcək 0,6 mol karbon qazı. Qramın istədiyinə görə 0,6'ını da 44'ə vuracağıq. Bu da eləcək 26,4. Yəni üçüncüdə birinci cavabımız 1'dir, ikinci cavabımız isə 26,4'dür. Növbəti suala baxırıq. Dördüncü sual. 4'də deyir ki, birli karbonun maksimum olan dekan. Biz bilirik ki, dekan C10H22'dir, yəni 10 karbonu var. Birli karbonun maksimum olması üçün biz çalışmalıyıq ki, maksimum şaxələnmiş formada yazaq bu dekanı.
Bunun üçün əvvəlcə dörtlü karbon yazaq. Çünki dörtlü karbon 4 dənə metili var. Yəni 4 dənə birli karbonu var. İndi biz birli karbondan bir dənə yazsaq, ümumi 5 dənə karbon yazmış oluruq. Amma biz 10 karbon yazmalıyıq. Ona görə də yenə də bir dörtlü karbon yazırıq. Bu səfər baxırıq ki, 8 karbon yazmışıq. 9 və 10-cunu da yenə ardıcıl yox, şaxəli düzürəm ki, metillərimiz daha çox olsun. Doğrudan da birli karbonu maksimum sayda olan dekan yazdıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə birli karbon oldu. 7 dənə CH3, yəni birli karbonu var. Bir də dörtlü karbonlarının sayını. Dörtlü karbondakı biri budur, biri budur. Bu isə üçlü karbondur. Yəni 2 dənə də dörtlü karbonu vardır. Dördüncüdə də birinci cavabımız 7-dir. İkinci cavabımız isə 1-dir. İndi keçirik növbəti 5-ci suala. 5-ci sualda nə deyir? Alkil bromidin 23 qram natriumda qarşılıqlı təsirindən alkil CnH2n plus 1 düsturu ilə bromdakı yanında brom yazırıq. Natriumla reaksiya girəndə alınır natrium brom. Üstə gələk alkan, yəni CnH2n plus 2. Və alkanlardan başqa bütün əmsallar 2 idi. Deyir ki, 23 qram natriumla reaksiyasından 29 qram alkan alınmışdır. Natriumun da biri 23 olduğuna görə 2 dənəsi 46-dır. Qramla verdiyinə görə alkanın emerini də yazırıq altından. 14 plus 2 bərabər 58-ə. 14 bərabər 56, n də bərabər 4. Demək biz tapdıq ki, buradakı n-i tapmışıq. Yəni C4H10 alınır. Bu isə bizdən alkil bromiddə biz C4H10 almaq üçün hansı alkil bromid götürməliyik ki, onu 2-yə vuranda C4H10 alsın. Təbii ki, bu C2H5 bromdur. Deyir ki, bizdən alkil bromiddə atomların sayını 2 karbon, 5 hidrogen, 1 brom. Bu eləyir 8 atom. Yəni birinci cavabımız 8-dir. Sonra deyir ki, alkanı səmərəli üsulla adlandırın. Biz bilirik ki, alkanda 4 karbon var. Amma səmərəli üsul dediyinə görə biz bunu şaxələnmiş formada yazmalıyıq. Yəni normal butan yox, şaxəli formalı butan yazmalıyam. Səmərəli adlandıranda da hidrogeni ən az olan ən çox şaxələnmiş karbon sayıdır və onu biz qəbul edirik metan. 3 dənə də metili var deyə trimetil metan. Yəni demək 5-ci sualda cavabımızın biri oldu 8, ikincisi oldu trimetil metan. İndi keçirik növbəti suala. 8-ci suala baxırıq. Səkkizinci sualda deyir ki, alüminium karbid və su tam sərf olunarsa, biz alüminium karbid su ilə reaksiyasından əmələ gəlir alüminium hidroksid və metan qazı. Metan alınma reaksiyasıdır. Bu reaksiyanı əmsallaşdırmalıyıq. Alüminium 4 dənədir, karbon 3 dənədir. Hidrogen 24 olduğuna görə suyun əmsalı 12 olacaq. Bizə deyir ki, həm M-i tap, həm X-i tap. M qram alüminium karbid. Kütləsini də MR, yəni 144-ü aşağıdan yazırıq. Demək, əmələ gətirmişdi M-24 qram qaz. Biz bilirik ki, metan qaz əmələ gəlir. Buradan M-i hesablasaq, bu 48 ilə 144 gedir. Burada qalır 3. Yəni M bərabərdir 3M minus 72. 2M bərabər 72, M bərabər 36. M-i tapdıq. İndi qaldı X-i tapmağımız. X-i tapmaq üçün də yenə tənliyi təzədən yazmalıyıq. Demək, artıq M yox, bura 36 yazacağıq. 144 qram, 36 qram. Neçə qram su? X qram su. Burada da 12 vur 18. Bunu da hesablayanda yenə 4.
X da bərabərdir 3 vur 18, yəni 54 qram. M-i də tapdıq, X-i də tapdıq. 9-cu suala baxırıq. Propil xlorid natriumla reaksiya tənliyini yazın. Propil və xlorid. Natriumla reaksiya girəndə təbii ki, natri xloru götürəcək və radikalın simmetriyasını yazacağıq. Alınacaq heksan. Nə soruşur bizdən? Yazın, əmsallaşdırın. Əmsallaşdıranda da alkandan başqa bütün əmsallar 2 idi. Alınan maddədə metilin qrupları. Metilin CH2-dir. Bu da 4 dənədir. Yəni 9-cu da cavab 4 oldu. İndi baxırıq 10-cu suala. 10-cu da reaksiyanı tamamlayan və X maddəsini həm beynəlxalq, həm səmərəli üsulla adlandırmağı tələb edir bizdən. Baxaq. Biz bilirik ki, burada reaksiyanın mahiyyəti necə idi? Burada alınan natrium 2CO3 özü göstərib və hidrogen də gəlib birləşirdi. Radikala adi alkana çevrilirdi. Onda bizim alkanımız və artıq CH2 yox, hidrogenlə birləşir, olur CH3. Bunu səmərəli üsul adlandıranda bu bizim metanımızdır. 4 dənə də metilimiz var. Ona görə bunun adı olur tetrametil metan. Bu səmərəli ad. Beynəlxalq adda da ən uzun zəncir seçirdik, nömrələyirdik. İkinciyə 2 dənə metil birləşdiyinə görə 2,2 dimetil. Əsas zəncir 3 karbondur deyə propan. Səmərəli adı tetrametil metan, beynəlxalq adı 2,2 dimetil propan oldu. Növbəti 11-ci sual. 11-ci sualda deyir ki, alkandır. 5 dənə birli karbonu var, 2'li, 3'lü, 4'lü karbon isə 1 dənədir. Biz bilirik ki, əvvəlcə ən çox şaxələnmişi yazırıq, yəni 4'lü karbonu yazırıq. Bu bizim 4'lü karbonumuz, sonra 3'lünü yazırıq. Bu bizim 3'lü karbonumuz, baxın 3 karbona birləşdi. Sonra 2'li karbon da bir dənədir, bunu da 2'li karbon edirik, yəni 2 karbona birləşdirir və buna başqa heç birləşdirmirəm ki, 2'li karbonu bir dənə qalmalıdır. Və birli karbonda 5 dənədir. İndi hidrogenlərini də düzəyib baxaq görək elə normal halda 1, 2, 3, 4, 5 dənə birli karbonu oldu. Bir dənə 4'lü, bir dənə 3'lü, bir dənə 2'li karbonu var. Yəni bu deyən maddəni yazdıq. Bizdən soruşur ki, karbon atomlarının oksidaşma dərəcələrinin cəmini və X hesabla. X bunun emeridir. 2, 3, 4, 5, 6, 7, 8. C8, H18. Bunun emerini tapırıq. 8 vur 12. Üstə gələk 18. Demək, bunu hesablayırıq. 8'i 12'ye 80, 96, 96 ilə də 18. 128 edir, səhv etmirəmsə. Sonra deyir ki, bizdən oksidaşma dərəcələrinin cəbri cəmi. Metil qruplarındakı karbonlar -3 göstərir. Çünki hidrogenlər müsbət 1'dir. 1, 2, 3, 4, 5 dənə -3 toplayacağıq. -15. Bu karbon CH2'dir. Yəni bunun oksidaşma dərəcəsi -2'dir. -15 ilə -2, -17. Bu isə CH''dır. Karbon müsbət 1, hidrogen də -1'dir. -1 də gələndə eləyir -18. İndi növbəti sual, demək 12-ci sual. 12-ci sualda deyir ki, (12,7 qram 1,4 dixlor butana birinci və dördüncü karbona xlor birləşdirməliyik. Çünki deyir 1,4 dixlor. Üzərinə gəlirik sink. Bu zaman alınır sink xlorid və siklobutan. Deyir ki,
12,7 qram. Bu isə emeri 127-dir. 13 qram sinklə, bu isə 65-dir. Biz bilirik ki, bunlar eyni molda gelir. 12,7-ni 127-yə böləndə 0,1 mol dixlor butandan var. 0,2 mol sinkdən var. Onda bunlar eyni molda girdiyinə görə bunun hamısı sərf olunacaq. Bundan isə 0,2 mol olduğuna görə 0,1 qalacaq. Yəni artıq qalır 0,1 sink. Bu eləyir 6,5 qram. Sonra soruşur ki, neçə litr sikloalkan alınır? X litr 22,4. Bu da eləyəcək 2,24 litr. Yəni 12,7-ni 22,4-ə vurub 127-yə böldürük. Eləyir 2,24 litr siklobutan. Demək cavabımızın biri 6,5-dir, biri isə 2,24-dür. Növbəti suala baxırıq. Deyir ki, reaksiya girən maddələr etanla oksigendir. Etan və oksigen qazı. Təbii ki, əmələ gətirir karbon qazı və su. Əmsallaşdırırıq. Deyir ki, etan 2 moldu. Bəli, 2 moldu. Sərf olunan oksigen isə X-dir. X onda 7-dir. Reaksiyadan görsənir. Alınan suyun kütləsi, yəni 6 vur 18. Bu da Y-in qiymətidir. Yəni X bərabərdir 7-yə, Y bərabərdir 108-ə. 13-də də cavab 7 və 108 oldu. 14-cü suala baxırıq. 14-də deyir ki, X və Y alkanları verilmişdir. Qeyri-polyar kovalent rabitənin sayı eynidir. Qeyri-polyar rabitə sayı eynidirsə, onda bunun karbon sayıları eyni olacaq. İzomer ola bilər bunlar. Çünki baxın, qeyri-polyar hidrogen sayı demək. Hidrogen sayı eynidirsə, onda karbonu da eynidir. Çünki alkan deyil ikisi də. İndi burada rabitə yaranmasında 52 elektron iştirak edir deyir. Onda belə çıxır ki, 26 rabitə var. X və Y-də 26 rabitə varsa, onda onun birində 13 dənə rabitə var. Və rabitənin də sayı 3n+1 düsturu ilə tapılırdı. Buradan n bərabər 4-ə. Demək, həm X-də, həm Y-də 4 dənə karbon var. Onda belə çıxır ki, bunun biri normal butandır. İkili karbonu var. Digəri isə izobutandır. Bunun isə ikili karbonu yoxdur. İkili karbonu olmayana X deyir, olana Y deyir. Soruşur ki, bizdən A-nı tap. A qeyri-polyar kovalent rabitənin sayıdır, yəni karbonlar arası yaranan rabitə. 1, 2, 3. 1, 2, 3. Yəni A-nın qiyməti 3 dənədir. X-i beynəlxalq üsulundan adlandır. Beynəlxalq üsulundan adlandıranda ikincidə metili var deyə 2 metil propan. Cavabımızın biri 3-dür, biri də 2 metil propandır. Yəni 14-cü testdə cavab 3 və 2 metil propan. İndi keçirik 15-ci suala. 15-ci sualda deyir ki, pentanın izomerləri verilmişdir. Biz bilirik ki, pentan 5 dənə karbondan ibarətdir. Ola bilər ki, bu 5 karbonu biz ardıcıl yazaq. Biz buna deyək normal pentan. Normal pentan. Və yaxud ola bilər ki, karbonlardan birini şaxa kimi birləşdirək. Biz də bilirik ki, şaxa kimi birləşdirəndə heç vaxt əvvəl və axıra birləşdirə bilmərik. Ya bura, fərqi yoxdur. Eyni maddə alınacaq. Yəni, ikinci izomeri budur pentanın. Üçüncü izomeri isə artıq əsas zənciri 3 karbon yazacağıq. İkisini şaxəli birləşdirəcəyik. Yəni, əvvəl-axıra birləşdirə bilmərik. Təbii ki, hər ikisini ortadakı karbona birləşdirəcəyik. Bu da bizim sonuncu pentan izomerimiz. Sonra deyir ki, qaynama temperaturu ən böyükdür T2-də. Biz deyirdik, karbon sayı eyni olanlarda normal quruluşlular, yəni izomerlərdə normal quruluşlunun qaynama temperaturu ən böyükdür. Ən böyük olan T2-dir. T2-ni Y ilə işarə edibdir. Yəni, Y-imiz normal pentandır.
En kiçik olan T1'dir. T1 ise X-lə işarə edib. En çox şaxələnmiş demək izomer daha kiçik temperaturda qaynayır. Onda bizim Z-imiz də olacaq 2 metil butan maddəsi. İndi bizdə nə deyir? Bizə deyir ki, Z-də ikinci karbonun oksidaşma dərəcəsini tap. Nömrələyəndə ikinci karbon CH-dır. CH karbonları bilirik ki, alkanlarda CH-lar -1 götürülür. Çünki hidrogen müsbət 1'dir, karbonda -1 olacaq. Yəni birinci cavabımız -1. Bir də X-i səmərəli üsulundan adlandır. Səmərəli üsulundan adlandıranda hidrogeni ən az olan karbonu, yəni ən çox şaxələnmiş metan qəbul edirik. Və bunun 4 dənə metili olduğuna görə bunun adı olur tetrametil metan. Yəni 15-ci sualda bizim cavabımızın biri -1'dir, bir də tetrametil metandır. İndi keçirik 16-cı suala. 16-cı sualda deyir ki, 11,2 litr propanın tam yanmasından alınan qazı, təbii ki, bu karbon qazını demək istəyir. Qələvi məhlulundan karbon qazı keçirmək olar. 11,2 litr propan 0,5 mol deməkdir. Bunun əmələ gətirdiyi karbon qazı 1,5 moldur. Deyir ki, 800 qram natrium hidroksid məhlulundan buraxdıqda karbon qazı natrium hidroksiddən 2 cür girir eyni molda. Bu zaman tuş duzu alınırdı. Bir də var fərqli molda. Bu zaman normal duz alınırdı. Bizə normal duz alınır dediyinə görə biz bu tənətdən istifadə edəcəyik. Və biz bilirik ki, 1 mol karbon qazı 2 mol natrium hidroksiddən girib 1 mol natrium karbonat əmələ gətirir. Burada da deyir ki, 11,2 litr propanın yanmasından alınan qaz, yəni 1,5 mol karbon qazı 800 qram natrium hidroksid məhluluna, yəni o natrium hidroksid məhlulunun tərkibində nə qədər natrium hidroksid var bilmirik. 800 qram natrium hidroksid məhlulundan buraxdıqda normal duz alınır. Natrium hidroksid məhlulunun faizlə qatlığını hesablayın, alınan duzun molunu tapın. Biz bilirik ki, bir həcim 2 mol natrium H-la girirsə, 1,5 ilə də 3 mol natrium hidroksid girər və 1 həcim karbon qazı ilə 2 həcim natrium hidroksid reaksiya girəndə əmələ gəlir 1 mol natrium karbonat. Əgər bunu biz hər birini 1,5'ə vurmuşuqsa, onda natrium karbonatını da misalən 1,5'ə vuracağıq. Deyir ki, alınan duzun mol sayını tap. Yəni ikincini biz artıq tapdıq. 1,5 mol natrium karbonatdır. Birinci necə tapacağıq? Faizlə qatılığın. Yəni omega bərabərdir maddə bölək məhlul. Bizim maddəmiz 3 mol natrium hidroksiddir. Yəni bu reaksiyada sərf etdiyimiz, yəni 120 qramdır. Amma bizə bunu məhlul kimi göstərmişdi 800 qram. Yəni 800 qram içində 120 qram natrium hidroksid var idi. Bunu da hesablasaq bu da eləyəcək 15%. Yəni birinci cavabımız 1,5, ikinci cavabımız isə 15'dir. İndi baxarıq növbəti 17-ci suala. 17-ci sualda bizə Würz reaksiyasının xüsusi halını göstərib. Biz deyirdik ki, X, Y demək alkil halogenitləri reaksiya girəndə bir dəfə elə bilirdik ki, X-i simetriyasını yazırdıq. Yəni X, X kimi. Bir dəfə Y-in yazırdıq. Yəni Y, Y kimi. Bir dəfə də bunları toplayırdıq, birləşdirirdik daha doğrusu X, Y kimi. İndi biz əvvəlcə hələ bir X, Y radikallarını tapaq. Sonra görək bu hansını bizə verib, hansını bizdən soruşur. Bizə 2 dənə formul veribdir. 2,3 dimetil butan. Aha, bunu yazırıq. 4 dənə karbon çəkirik. İkinci və üçüncüyə metil qrupları birləşdiririk. Digər isə 2,3 dimetil pentandır. 5 karbon çəkirik. İkinci və üçüncüyə yenə metil qrupları birləşdiririk. İndi biz bunu simmetrik ayırmağa çalışaq. Demək bizim radikalımızın biri propildir. Biri isə ikili butildir. Birinci maddə, yəni 200 dimetil butan dediyi X, X-dir. İkinci maddəmiz X, Y-dir.
Z olaraq da bizdən təbii ki Y soruşur. Yəni 2 dənə ikili butilləri bir-birinə birləşdirəcəyik. İkili butilin biri, bir daha simmetriyası. Aha, biz bunun Z dediği maddənin formulunu yazdıq. Yəni Y yazdıq. Deyir ki, Z maddəsinin 1 molun yanmasından alınan suyun mol sayını. Z maddəsi 1, 2, 3, 4, 5, 6, 7, 8 karbondur. C8, H18. Su hidrojenin sayının yarısı qədər alınır. Demək, suyun molu 9 oldu. Birinci cavabımız 9. Və ikili karbon. İkili karbon da CH2'lərdir. 2 dənədir. İkinci cavabımız isə 2 olacaq. Yəni 17-də cavab 9 və 2 oldu. İndi 18'ə baxırıq. 18'də nə deyir? 1, 5 dixlor, 2, 4 dimetil heksan. Əvvəlcə belə verilən halda birinci ən uzun karbon zəncirini yazırıq. Ən uzun karbon zənciri 6 karbondan ibarətdir. Çünki heksan deyir. 1, 2, 3, 4, 5, 6. Birinci ilə 5-ciyə xlor birləşdirirəm. İkinci ilə 4-cüyə isə metil birləşdirirəm. Bunun sinkla reaksiyasını yazıram. Təbii ki, sink xlorları götürəcək. Demək, alınan siklolkanı necə tapırıq? Halogendən o birisi halogenə qədər dairəyə alırıq. Bu edir 1, 2, 3, 4, 5 karbon, yəni 5 bucağı çəkirik. Birinci təpə nöqtəsinə, fərqi yoxdur, hardan istəyirəmsə, oradan başlayıram. Amma ya sağa dəqrəbi, ya da onun əksi istiqamətini yazmalıyam. CH2, daha doğrusu H2C. İkinci CH, ona bir dənə birləşib CH3. Yenə CH2, yenə CH. Ona da bir CH3 birləşib. Yenə CH. Ona da birləşib bir dənə CH3. Bizə deyir ki, alınan maddədə üçlü və ikili karbonların sayını tap. Üçlü karbon 3 karbonla birləşən karbondur. Məsələn, CH-lar üçlü karbon olacaq. 1, 2 və 3-cü karbona birləşib. Eləcə də bu. 1, 2, 3-cü karbona birləşib. Eləcə də bu. 1, 2, 3-cü karbona birləşib. Demək, 3 dənə bizim üçlü karbonumuz var. Birinciyə cavab 3. İkinci isə ikilini soruşur. İkili də CH2'lərdir. Baxın. 1 və 2. Bu da 1 və 2. Yəni ikili də 2 dənədir. Bu metil qrupları birli karbon sayılır. Yəni ancaq nəyə bir dənə maddə. Məsələn, burada CH birləşir. Beləcə də burada. Demək, 18'də cavabımızın biri 3'dür. Digəri isə 2'dir. İndi keçirik 19-cu suala. Bizə deyir ki, X alkanı və Y siklo alkanı verilmişdir. Hibrid orbitalların sayı N və N plus 8 kimi götürülmüşdür. Buradakı bu N, Cn-dəki karbon sayını ifadə edən N deyil. Yəni, hər hansı bir saydır. Yəni, alkanda hibrid orbital tutaq ki 5-dirsə, 10-dursa, hər nədirsə, siklo alkanda ondan 8 vahid çoxdur. Yəni, bunu X və X plus 8 kimi də demək olar. Biz bilirik ki, bir karbon 4 dənə hibrid orbital deməkdir, sp3 deməkdir. Əgər 8 vahid artıqsa, demək 2 karbon qədər artıqdır. Məsələn, alkanı götürək, hər hansı bir alkan, fərqi yoxdur. Məsələn, C3H8 götürək. Siklo alkan götürəndə bundan 2 vahid çox, çünki 2 karbon 8 hibrid orbital deməkdir. Yəni, götürəcəm C5H10. İndi mən propan və pentenlə, siklopentanla işləmişəm. Siz başqa bir nümunə də seçə bilərsiniz. Siz butan götürərsiniz, digərində 2 vahid artıq. Sikloheksan götürərsiniz, yəni eyni nəticə alacaqsınız. Bizə deyir ki, hidrogen sayı burada A'dır,
Buradakı hidrogen də B-dir. Hidrogen sayının fərqini tap. B minus A eləyəcək 2. Yəni ikinci cavab da cavab 2-dir. Bir də kütlələri fərqi. Bu da çox rahatdır. CH8 44-dür. CH10 da 70-dir. 70-dən də çıxırıq 44-dür. Bu da edir 26. Yəni cavabımızın birincisi 26, ikincisi isə 2-dir. 20-ci suala baxırıq. Propanın monoxlorlu və dixlorlu törəməsinin sayını yazın. Əvvəlcə monoxlorlu yazaq. Biz bilirik ki, propan 3 dənə karbondan ibarətdir. Əgər biz xloru birinci karbona birləşdirsək, buna deyəcəyik 1 xlor propan. Ola bilər ki, biz bunu birləşdirək ikinci karbona. Buna deyəcəyik 2 xlor propan. Artıq üçüncü karbon sayılmır. Məsələn, bura birləşdirsəm, bu yenə birinci karbon sayılır, 1 xlor. Yəni bunun eynisidir. Ona görə bu olmaz. Demək, monoxlorlu törəməsi 2 dənədir. İndi keçirik dixlorlu törəməsinə. Yenə 3 karbon çəkirik. Biz 3 karbona birləşdirməliyik 2 dənə xlor. Məsələn, birinci ilə ikinciyə birləşdirərik. 1-2 dixlor propan. Sonra ola bilər ki, birinci ilə 3-ə birləşdirim. Buna deyəcəm 1-3 dixlor propan. Ola bilər ki, ikisini də eyni yerə birləşdirim. Yəni 1-1 dixlor və yaxud da ikisini də ikinci karbona birləşdirərəm. 2-2 dixlor. Buna da birləşdirsəm, fərqi yoxdur. Yenə də 1-1 sayılacaqdır. Baxın, nömrələmə axı buradan olacaq. Ona görə bu da 1-1 sayılacaq. Ona görə buna birləşdirmək olmaz. Demək, 4 dənə də bizim dixlor törəməmiz oldu. 2 dənə mono, 4 dənə dixlor. Cavab 2 və 4. İndi baxırıq biz 21-ci suala. 21-də deyir ki, siklopropan və butandan ibarət qaz qarışığının yanmasından. Siklopropan və butan yanmasından alınan məhsulların kütləsi. Biz bilirik ki, oksigenə də ehtiyac var. Ona görə ümumi yazacağıq. Əmsallaşdırmalıyıq. Belə bir reaksiyalar yazdıq. Və bizə deyir ki, alınan məhsullar qrafikdə göstərildiyi kimidir. Çox alınan 154 da az alınan 72-dir. Biz bilirik ki, buradan ikisindən birlikdə 14 mol karbon qazı alınır. Yəni 14 vuraq 44 qram. Demək, 14-ü 44-ə vuranda 426 eləyir, səhv eləmirəmsə. Yox, 616 daha doğrusu. Yəni 616 qram karbon qaz alınır. Su isə demək 16 dənə alınır. 16 mol yəni. 16 mol su da 16 vur 18. O da səhv etmirəmsə 288 qram edir. Yəni 16 mol su o da eləyir 288. Və qrafikə baxıram ki, bunun bizə verdiyi kiçik rəqəm 72-dir, böyük rəqəm 154-dir. Yəni bunun hər birini 4-ə bölübdür. 4-ə böləndə bu edir 154, bu edir 72. Onda bizdən nə sorsa biz onu 4-ə bölünmüş şəkildə cavablayacağıq. Deyir ki, sərf olunan oksigenin molunu. Baxaq oksigenə. Oksigen 21 moldur. Amma dedim 4 dəfə azaltmalıyıq. Bu eləyir 5,5. Cavabımızın biri 5,5. Sonra başlanğıc siklopropan qramla kütləsi. Siklopropan 2 moldur. 4 dəfə azaltmalıyam. Eləməliyəm 0,5 mol.
və kütləsini qramla dediyinə görə 0,5 ilə vuracağım 42. Çünki C3 aşağıda 42-dir. Bu deyil 21 qram. Yəni cavabımızın biri 5,5, biri isə 21-dir. İndi baxırıq növbəti 22-ci suala. 22-də deyir ki, 2 mol alkanın yanmasına 25 mol oksigen sərf olunur. Alkan molekulunda polyar kvadrat rabitəni və SPS hibrid orbital sayını tapın. Bu necə tapacağıq? 2 mol alkana 25 mol oksigen sərf olunursa, 1 mol alkana demək 12,5 mol oksigen sərf olunacaq. Yəni 3m plus 1 bölü 2 bərabər 12,5. Buradan 3m plus 1 bərabərdir 25-ə, n də bərabər 8-ə. Yəni bu alkan C8H18-dir. Polyar kvadrat rabitə sayı hidrogen sayı qədər olur. Birinci cavabımız 18. İkincidə isə sp3 hibrid orbitalların sayını 8 vuraq 4. Çünki 4 endüstri ilə tapılır. Yəni hər karbon sp3 olduğuna görə 4 karbonumuz da 8 karbonumuz da 32 dənə hibrid orbital deməkdir. Yəni cavabımızın biri 18-dir, biri isə 32-dir. Bölmə bu qədər. İnşallah qarşıdakı dərslərdə digər bölmələrində sualları gələcəkdir. Şərhlərdə zəhmət olmasa hansı sualları görmək istəyirsiniz, hansı bölməni, hansı testlər sizin üçün daha maraqlıdırsa onu qeyd etməyi unutmayın. Sağ olun.